Salam, hörmətli izləyicilər. Bugün Assantenik səhifəsi vasitəsilə sifariş daxil oldu su sızmasının təyini ilə bağlı. Yaxınlaşdıq ünvana. Gördüyünüz kimi yaşayış binasının dəhlizindəyik. Burada böyük bir sahə islanıb su sızması nəticəsində. Həmçinin alt mərtəbədə bir evin tavan hissəsinin böyük bir hissəsi də islanmışdı. Dəhlizdəki su qovşağından ayrılan su xəttlərini test elədik. Sonra islanan divarın əks tərəfində mənzilin daxilində sanitar qovşağı test elədik. Ümumi mənzilin bütün su xəttlərini test elədik və aydınlaşdırdıq ki, problem binanın dəhliz hissəsində yox, sırf evin daxilindəki sanitar qovşağındadır. Sanitar qovşaqda duşun su qarışdırıcısının, yəni simisterinin divara bağlantı hissəsində sızma var idi. Bu sızmanı təyin etmək üçün yalnız termal kamera yox, digər avadanlıqlarımızdan da istifadə etdik ki, sızmanın yerini dəqiq tapaq ki, başqa bir yer səhifən qazılmasın. Və təyin etdik ki, dinləmə cihazı ilə də yoxladıq. Təyin etdik ki, sızma duşun qarışdırıcısının, simisterinin, yəni sağ birləşməsindədir, göstərilən yerdədir. Və sonra ev sahibinin tələbi ilə ustamızı yönləndirdik, gəldi ustamız və budur sızmanı görürsünüz. Sızma tam üstü açıldı, təmir olundu, bərpa olundu, ev sahibinə təhvil verildi.